Hər kəsə salam, mən Rəşid Kamolov və kanalıma xoş gəlmisiniz. Mən bu kanalda Linux, DevOps və Cloud dərsləri çəkirəm. Keçən dərsimiz xatırlayırsınızsa DevOps haqqında olmuşdur. DevOps-a giriş haqqında olmuşdur. Bu dərs böyük bir maraq topladı. Həmin dərs videosundan sonra 66 video bəyənmə sayısı, 75 təzə yeni abunə və 500-ə yaxın izlənmə gəldi. Buna görə hər kəsə dərin təşəkkürümü bildirirəm. Kimlər ki, videonu izləyib, bəyənib və paylaşaraq mənə dəstək olub, kanalıma dəstək olubsa, hər birinə dərin təşəkkürümü bildirirəm. Söz verdiyim kimi daha gözəl, yaxşı, maarifləndirici videolar, dərs videoları gələcək. Bugünkü dərsimiz isə Kubernetes haqqında olacaqdır. Kubernetesə giriş haqqında olacaqdır. Və bu dərs seriyamız uzun bir seriya olacaq. Lakin narahatlığa heç bir səbəb yoxdur. Çünki mən bu dərs seriyasında hər bir şeyi nəzərə almışam. Hər şeyi sıfırdan başlayaraq basic səviyyə, basic şəkildə öz ana dilimizdə hər kəsin başa düşəcəyi bir dildə izah edəcəyəm və hər şeyi rahatlıqla başa düşə biləcəksiniz. Elə isə vaxt uzatmadan keçək dərsimizə. Deməli, qəşəng bir slayd hazırlamışam. Deməli, yoldaşlar, ilk öncə bu dərsdə nələrdən danışacağıq? Kubernetes arxitekturasından danışacağıq, master worker node komponentlərindən, pod, replikasiya, deployment və sair və ilaxır digər şeylər haqqında da danışacağıq. İlk öncə nədir? Kubernetes nədir? Onun haqqında danışaq. Kubernetes konteynerləşdirilmiş applicationların deploy edilməsi, deployunu, managementini, scale edilməsini və avtomatik işlədilməsini təmin edən open source bir container orchestration platformasıdır. Kubernetes cluster'da ümumiyyətlə Kubernetes cluster deyəndə nə başa düşülür? Kubernetes cluster bir və ya bir neçə control plane, yəni master noddan və çoxsaylı worker nodlardan ibarət olan bir maşınlar toplusudur. Bəs control plane nədir? Worker node nədir? Bunlar haqqında da biraz danışaq. Control plane, yəni master node clusterın beyni hesab olunur və hansı podun harada yerləşəcəyinə qərar verir və podların vəziyyətini, state'ini izləyir. Worker nodlarda isə adətən applicationlar həmin bu worker nodlarda qalxır. Həmin podlar bu worker nodlarda qalxır. Burada deməli həmin bu control plane və worker node komponentlərindən biraz danışaq, yazmışam, hazırlamışam. Deməli, control plane-a aiddir Kube API server, etcd, Kube scheduler, Kube controller manager, cloud controller manager, kubelet, worker node-da kubelet, Kube proxy, container runtime. İnternetdə olan və şəkillərdən və prezentasiyalara baxsaq, görərsiniz ki, control plane komponentlərində kubelet qeyd olunmayıb. Bu isə bir əksi çatışmayan bir məlumatdır. Halbuki kubelet Kubernetes cluster'ın bütün nodlarında, yəni istər master node, istərsə də worker nodlarda mövcuddur. İndi isə gəlin həmin bu Kubernetesin istər master node olsun, istər worker node olsun, bu komponentlərin hər birinin nə olduğu haqqında danışaq, öz qeydlərimizi aparaq. Deməli, yoldaşlar, ilk öncə Kube API server nədir? Onun haqqında danışaq. Kube API server cluster'ın mərkəzi giriş qapısıdır. Yəni, Kubernetesin komponentləri, yəni etcd olsun, Kube scheduler olsun, Kube controller manager olsun, kubelet olsun, bütün bu Kubernetesin cluster'ın komponentləri bir-biri ilə məhz Kube API serveri vasitəsilə əlaqə saxlayır. Yəni, belə deyim, Kube API server master nodun, yəni control plane'in mərkəzi API gateway-dir. Burada master node yazılıb, amma artıq bu master node adlanmır müasir dövrdə, müasir Kubernetes dünyasında. Çünki master slave söhbətlərindən sonra artıq bu master məsələsi ləğv olundu. Ona bir ad fikirləşdilər, control plane adı verdilər. İkinci danışacağımız komponent, burada da qeyd eləmişəm, etcd-dir.
etc Kubernetes'in distributed olunan, yəni key value database-idir və Kubernetes'in cluster-in state-ini saxlayır. Bu nə deməkdir yoldaşlar? State-ini saxlayır deyəndə Kubernetes'in cluster-in vəziyyətini izləyir. Bu biraz açıqlayaq bunu. Bu o deməkdir ki, podlar hansılardır? Hansı pod hansı nodda qalxır? Nodlar hansılardır? Hansı master noddur? Hansı worker noddur? Deploymentlər hansılardır? Servislər hansılardır? Config maplər, sekretlər hansılardır? Bütün bu və digər məlumatların böyük hissəsi məhz etcd-də saxlanır. Qısaca deyə bilərik ki, etcd, yəni burada da yazaq. etcd bərabərdir Kubernetes'in database. Bunu da biraz böyüdə bilərik. Okay. Biraz da böyüdə. Biraz da qarı eləyə bilərik. Yox, yaxşıdır belə. Okay. etcd Kubernetes'in database hesab olunur. Slaydımıza keçək. Okay. Ondan sonra gəlir yoldaşlar nə? Kube Scheduler. Kube Scheduler da Kubernetes'in vacib komponentlərindən biridir. Kube Scheduler yeni yaradılacaq pod üçün uyğun worker node seçir. Burada qısaca yazmışam, ətraflı məlumatlar da vermişəm. Sadəcə burada həm worker node, həm control plane olduğuna görə bu slaydın üzərinə danışıram. Amma burada hamısı qeyd olunub. Əgər bu dərsimizin də slaydını istəsəniz, kanalımda olan mənim mail adresim üzərindən mənimlə əlaqəyə saxlaya bilərsiniz və bu dərsimizin slaydını da sizə göndərə bilərəm. DevOps dərs videomuzdan sonra da məni yazan deməli izləyicilərimizə təşəkkürümü bildirirəm. Onlara da göndərmişdim. Hər bir dərsin çalışacağam ki, slaydını hazırlayım. Çünki bu slayd bir növ izah etdiyim mövzuların daha yaxşı başa düşülməsi üçün bir növ sizə yoldaşdır, yəni dostdur. Kube Scheduler dedik ki, yeni yaradılacaq pod üçün uyğun worker nodu seçir. Bu nə deməkdir? Yəni Kube Scheduler bu worker nodu seçərkən bəzi faktorlar var ki, bəzi nüanslar var ki, onları nəzərə alır. Bunlar nədir yoldaşlar? İlk öncə baxır node availability məsələsinə. Təbii ki, hər hansı bir nod çökübsə, o nodda artıq qaldıra bilməz həmin podu. İlk öncə buna baxır. Əgər baxsa ki, görsə ki, yox, bütün nodlar available ayaqdadır. Ondan sonra baxır resurslara. CPU-ya baxır, memory-ya baxır. Ən önəmli faktorlar bunlardır. Birinci bunlara baxır. Sonra nəyə baxır? Sonra taint tolerations. Qoy bura yazım. Kubernetes'in terminlərindəndir. Narahat olmayın. Bunları da mən ətraflı sizə növbəti dərslərdə izah eləyəcəm. Taint tolerations. Sonra baxır node affinity-yə. Affinity. Və həmçinin resurs requestlərinə baxır və digər faktorlara da baxır. Amma ən əsas dediyim bu faktorlara əsasən o yeni yaradılacaq podun hansı worker nodda qalxmasına qərar verir. Ondan sonra yoldaşlar nə gəlir? Kube Controller Manager. Kube Controller Manager belə deyim, Kubernetes'də desired state ilə actual state, yəni indiki state arasında, cari state arasındakı uyğunluğu izləyir. Əgər actual state ilə desired state arasında hər hansı bir uyğunsuzluq varsa, yəni actual state, indiki state, desired state-a uyğun gəlmirsə, o bu uyğunsuzluğu görür və dərhal düzəldir. Bu nə deməkdir? Bu actual state ilə desired state arasındakı uyğunsuzluq. Gəlin belə deyim. Burada göstərim. Bax, məsələn, görür ki, bax, bu noddur, düzdür? Bu nodda
olmalıdır. Desired state 3'dür də, yəni the desired yazıram 3. Amma baxır ki, actual state, yəni və yaxud da current state, A yazıram, actual state, görür ki 2'dir. 2'dir. Bu 2 o nə deməkdir? Normalda podlar nodların üzərində olur. Podun nə olduğunu da danışacağam. Narahatlığa heç bir əsas yoxdur. Görür ki, məsəl üçün nodda desired state 3-dür, amma actual state 2-dir. Actual state odur ki, 2 o deməkdir ki, hal-hazırda 2 dənə deməli 2 dənə podumuz ayaqdadır, amma halbuki 3 dənə olmalıdır. Və deməli cube scheduler bu uyğunsuzluğu görür, aşkar eləyir və o dərhal bu uyğunsuzluğu aradan qaldırır. İndi bu uyğunsuzluğu necə aradan qaldırır, onu da izah eləyəcəm. Deməli, dediyimiz kimi cube scheduler görür ki, məsəl üçün desired state 3'dür, amma actual state, current state 2'dir. O dərhal kübeletə, indi kübeleti izah edəcəm. Kübeletə əmr verir ki, dərhal yeni bir pod qaldırmaq lazımdır. İndi isə kübeletin nə olduğunu izah edeyim. Sonra ümumi bir dənə ssenarini mən sizə izah edəcəm. Yəni bu proses necə baş verir. Deməli, kübelet yoldaşlar nod üzərindəki agentdir. Yəni control plane'dən gələn pod spesifikasiyonları qəbul edir, həmin podun işləməsini təmin edir. Yəni bunu da biraz da açaq yoldaşlar. Bu nə deməkdir? Yəni yeni bir pod yaradılmalıdırsa, ilk öncə belə ümumi bir arxitekturanı izah edeyim. Yaradılmalıdırsa, Cube Controller Manager, onu da izah edəcəm. Cube Controller Manager yoldaşlar deməli Cube Scheduler'a əmr verir ki, yeni bir pod yaratmaq lazımdır. Cube Scheduler'da öz növbəsində resurs və digər faktorlara baxıb deyir ki, pod hansı worker nodda qalxmalıdır. Deməli, Cube Scheduler bu məlumatı Cube Controller Manager'ə verir. Cube Controller Manager də öz növbəsində kübeletə əmr verir ki, dərhal yeni bir pod yaratmaq lazımdır. Kübelet də öz növbəsində container runtime'a əmr verir ki, bəs control plane'dən gələn pod spesifikasiyonlara görə desired state 3'dür, amma hal-hazırda deməli 2 pod ayaqdadır və sən yeni bir pod yaratmalısan və o podu mən atıram B nodunda, sən o B nodunda sən o podu qaldırmalısan. Atıram. Bu ya C nodu ola bilər, B nodu ola bilər, fərq eləmir. Sadəcə bir ad verirəm. Ondan sonra container runtime'da gedir o podu qaldırır. İndi bunlar haqqında bir danışaq, yoldaşlar. Bilmirəm, mən Cube Controller Manager'i dedim sizə, yoxsa yox. Cube Controller Manager, onu dedim deyəsən sizə. Cube Controller Manager desired state ilə actual state arasındakı uyğunluğu deməli izləyir. Desired state ilə actual state-ə baxır. Uyğunsuzluq görsə dərhal Cube Controller Manager kübeletə deyir ki, yeni bir pod yaratmaq lazımdır və o podu bu nodda yaratmaq lazımdır. Və həmin podun da və kübelet də öz növbəsində container runtime-a məlumat ötürür ki, get sən bu podu filan nodda yarat. Bəs yoldaşlar, container runtime nədir? Container runtime, belə deyək də, Kubernetes konteynerları yaratmaq, işə salmaq, dayandırmaq, yəni stop eləmək və yaxud da silmək üçün istifadə edilən bir proqramdır. Kubernetesdə istifadə olunan container runtime'lar adətən, burada da qeyd eləmişəm, container D və
CRI-O-dur. Əvvəllər Docker istifadə olunurdu. Amma müasir Kubernetesdə Docker Engine artıq Kubernetesin birbaşa runtime interfeysi deyil. Bunun əvəzinə konteynerdir və CRI-O-dan istifadə olunur. İlk öncə konteyner nədir? Ondan danışaq. Konteyner geniş istifadə olunan, sadə və performanslı konteyner runtime'dır. Yəni Dockerda öz daxilində konteynerləri işlətmək üçün məhz konteynerdən istifadə edir. Sonra üzr istəyirəm yoldaşlar. CRI-O nədir? CRI-O isə xüsusi olaraq Kubernetes üçün hazırlanan bir konteyner runtime'dır. Burada CRI nədir? Burada Container Runtime Interface standartına fokuslanan Kubernetesin Container Runtime interfeysidir. Yəni qısaca belə desək, Container Runtime image pull edir, konteyneri yaradır, konteyneri başladır və yaxud da dayandırır və konteyner ümumilikdə life cycle-ını manage edir, yəni idarə edir. Ondan sonra yoldaşlar, burada kubectl, daha doğrusu Cloud Controller Manager də yazmışam. Bu adətən cloud-da istifadə olunur. Burada da qeyd eləmişəm. Bir-birindən çox saylı konteynerləri, daha doğrusu buludda, yəni cloudda, bu ola bilər AWS, GCP, Azure və ya işləyən klasterlarda, yəni cloud olan klasterlarda providerlara xas olan bir əməliyyatları, işləri həyata keçirir. Bura nə aiddir? Xarici load balancer yaratmaq, nodun cloud statusunu yoxlamaq, disk volumunu idarə etməsi və sair kimi işləri məhz Cloud Controller Manager idarə edir. On-premise-də bu istifadə olunmur. Sonra gəlirik yoldaşlar, növbəti nədən danışaq? Kubeproxy. Kubeproxy worker node komponentlərindən hesab olunur. Bunu qısaca sizə daha aydın başa düşəsiniz deyə sadə dildə belə izah edə bilərəm ki, Kubernetes nodlarında network trafikin düzgün poda çatmasını təmin edən komponentdir məhz kubeproxy. Burada yazmışam ki, şəbəkə qaydalarını idarə edir, servis trafikini podlara yönləndirir. Və yaxud da ən sadə dildə desək, kubeproxy servislərin arxasındakı podlara gələn trafiki düzgün yönləndirir. Yəni bu nə deməkdir yoldaşlar? Bunu biraz qrafiklə sizə belə izah eləsəm. Bunu da silə bilərik. Belə yazdaq. Məsələn, yazaq ki, client sonra servis yazıram. Bunu biraz böyüdək belə. Bunu belə böyütmə olmur. Aynen, belə yazın. Belə yazaq ondan sonra. Client sonra servis və 80-cı port kubeproxy və olsun, nə bilim, bayaq dediyim kimi pod A pod B
və pod C. Misal üçün qısaca C yazıram. Bu da deyir məsəl üçün yönləndir pod B-yə. Yəni kubeproxy klientdən gələn sorğuların məsələn servis 80 port məsələn 80 portlu bir sorğunu kubeproxy baxır, məsəl üçün özü qərar verir ki, bu sorğunu bu trafiki hansı poda yönləndirmək lazımdır. Bunu məhz kubeproxy özü qərar verir. İndi yoldaşlar burada başqa nələr yazmışam mən? Bunları dedik. Kubeproxy hamısını dedik. Okay. Poda keçməmişdən öncə deməli Kubernetes cluster'ın olması üçün neçə master node, neçə worker node olmalıdır? Ondan da biraz danışaq. Deməli, best practice-i qoyuram hələ bir qırağa. Production mühiti qoyuram bir qırağa. Minimum bir master node və bir worker node olmalıdır ki, Kubernetes cluster olsun. Amma best practice, yəni production mühitində 3 dənə master node olmalıdır. 2 və ya daha çox isə worker node olmalıdır. Bu nəyə əsaslanır yoldaşlar? Onu da izah eləyim. Səbəb çox sadədir. Bildiyiniz kimi yoldaşlar, master node-da, yəni control plane-də etcd var və etcd özü Raft alqoritmi ilə, Raft konsensus məntiqi ilə işləyir. Yəni control plane-in vəziyyəti, yəni bayaq dediyim kimi etcd-də saxlanır və etcd Raft alqoritmi ilə işləyir. Hər qərar, yəni nodların əksəriyyəti, yəni çoxluğu hansı nodu özünə master node olaraq görürsə, olur master node. Burada tək node n bərabərdir 1 olsa, yəni bayaq dediyim minimal bir master node olmalıdır. Bu məsləhət görülmür, çünki single point of failure yaradır. Production mühiti üçün yol verilməzdir və heç vaxt qəbul olunmazdır. Deməli, quorum məntiqi var. Burada bir quorum düsturu var. n böl 2 plus 1. Burada n ümumi master nodlarının sayıdır. Məsəl üçün, biz dedik ki, minimum 3 master node olmalıdır. 3 böl 2, 1.5 plus 1, yəni 2. Yəni burada bu isə o deməkdir ki, 2 master node qıraqdakı onlar qərar verir ki, məsəl üçün, hansı əsas master node komponenti olmalıdır. Niyə bəs deyə bilərsiniz ki, tək, yəni 3, 5, 7 cüt niyə ola bilməz? Birincisi, cüt olsa əlavə xərc yaradır və bu əlavə olaraq fault tolerance-ı artırmır. Yəni 4 böl 2 plus 1 də 3, eyni 3 nod kimi işləyir. Yəni o qədər bir böyük bir fərq yoxdur. Üstəlik, əgər tək nod yox, cüt nodlu qursaq, bu split brain riski yaradır və buna görə həmişə tək nod olmağı məsləhət görülür və o cürdə seçilir. Burada başqa nədən danışım? Bunu dedim. Mən sizə demək istəyirəm nədən. Bir dəqiqə slayda baxım. Poda keçməmişdən öncə biz dedik ki, Kubernetes bir orchestration'dır da, yəni deməli konteynerləri idarə etmək üçün bir orchestration'dır. Amma Kubernetesdən başqa da orchestration tool'lar var. Bunlara nələr aiddir? Docker Swarm. Bu Docker Swarm Docker'ın öz daxili orchestration tooludur. Quraşdırması çox sadədir. Adətən kiçik və orta səviyyəli layihələr üçün, applicationlar üçün əlverişlidir. Kubernetes qədər daha dolğun, zəngin deyil.
Ondan sonra gəlir Apache Mesos Plus Marathon. Bu adətən böyük miqyaslı data center resurs idarə etməsi üçün hazırlanıb. Yalnız konteynerlər deyil, ümumi hesablama resurslarını planlaşdırılır. Bu daha geniş, daha Docker varıma görə daha böyük layihələr üçün istifadə olunur. Sonra HashiCorp Nomad var. Bu adətən sadə və yüngül orkestratordur. Təkcə konteynerlər deyil, VM və ya icra olunan fayl kimi konteynerləşdirilmiş applicationları da idarə edə bilir. Sonra cloudda Amazon ECS var. Nə bilim Red Hat OpenShift var. Red Hat OpenShift əslində yaxşı bir orchestration platformasıdır. Amma onu bəyənmədiyim deməyim, əksi gördüyüm bir şey var ki, hər şey kompakt onun içindədir. Yəni nə varsa hamısı onun içində. Yəni onun içində hansı toollar, proqramlar daxildirsə, sən nələri konkret istifadə edə bilərsənsə, ancaq onlardır. Yəni sən kənardan başqa bir tool gətirib sən həmin ora tətbiq edə bilmərsən. Ona görə Kubernetes mənə görə bütün bunlar içində ən mükəmməl, ən yaxşısıdır. İndi isə keçək yoldaşlar, pod nədir? Pod deməli Kubernetesin ən kiçik bir obyektidir. Yəni belə deyim, idarə olunan ən kiçik Kubernetes obyekti məhz poddur. Konteyner deyil. Konteyner podun içində yerləşir. Onu da izah edəcəm. Deməli, pod şəbəkə var. Yəni podun içində olan konteynerlər, yəni burada da yazmışam. Bir pod daxilində olan bütün konteynerlər eyni IP ünvanını, eyni port sahəsini və istəyə görə disk həcmlərindən də paylaşır. Sanki eyni bir virtual host kimi sayılırlar. Adətən məsləhət görülür ki, bir pod bir konteyner olsun və belə də istifadə olunur. Lakin biz bir podda birdən çox konteyner istifadə edə bilərik. Adətən dediyim kimi bir konteyner məsləhət görünür. Lakin ikinci konteynerlər də qurula bilər. Buna məsəl üçün aiddir sidecarlar. Yəni bu sidecarlar həmin bu əsas main konteyner haqqında məlumatlar verir. Məsəl üçün Istio-nu haqqında gələcək dərslərimizdə danışacağam. Istio-da məsəl üçün belə deyim də podların deməli worker node ümumiyyətlə podlardan əlavə bir dənə də əlavə bir pod olur. O həmin podların network haqqında ümumi bir məlumata sahibdir və o daxildən network trafikini yönləndirməsi öz üzərinə götürür. Yəni bir növ Kubernetes-də daxili firewall kimi də başa düşə bilərik. Bunu indi bir sizə desəm beyniniz qarışacaq, çünki biraz advanced mövzudur. Ona görə bu haqqda danışmayaq. Sadəcə bilin ki, əlavə main konteynerdən əlavə podun içində olan konteynerlər adətən sidecarlar deyilir. Ondan sonra gəlin belə danışaq. Replikasiyada da izah eləyəcəm, deploymenti də izah eləyəcəm. İndi isə keçək praktiki nümunələrlə göstərək. Başqa görüm slaytda nə qaldı mənim demədiyim. Bunu dedim, komponentləri dedim. Bunları danışacağam. Load balancer da deyim, ondan sonra keçək şeyə, praktiki göstərim. Load balancer tipi var, internal var, external var, yoldaşlar. Internal odur ki, gəlin belə göstərim sizə. Onu silək. Bu 3 dənə master noddur. Bu da 3 dənə aşağıdakı worker nodlar olsun. Deməli, internal odur ki, worker nodlarda hərəsində bir dənə pod olur. Bu iki proxy ilə idarə olunur və bunun içindəki podlarda, burada da yazmışam yoldaşlar.
Hardaydı? Hə. Internal load balancerdə bax work nodların üzərində kubproxy vasitəsilə idarə olunan işə düşən əlavə yəni kənardan hər hansı bir resurs tələb etməyən daxili bir load balancer, yəni balanslaşmadır. Nodlarda, yəni work nodlarda default olaraq bu mövcuddur. Yəni bunu xüsusi olaraq quraşdırmağa ehtiyac yoxdur. Ayrıca VM və avadanlıq şəklində quraşdırmağa ehtiyac yoxdur. Bu nə deməkdir yoldaşlar? Biraz açıqlayım sizə. Servis səviyyəsində işləyir. Yəni servis növü olaraq cluster IP adlanır. IP tables və IPVS qaydaları ilə trafiki daxildən yönləndirir. Yalnız cluster daxili trafik üçün istifadə olunur. External load balancer nədir yoldaşlar? External load balancer və elə bir ki, burada 2 dənə bir VM olur. İndi bu mən on-premise üçün çəkirəm. Bu ikisi Keepalive virtual IP olur, VIP IP. Və kənardan olan bir yəni client bu worker nodlara gəlmək istəyəndə bu müraciət edir bu VIP IP-yə. VIP IP load balancerin IP-sidir də, yəni. Bu da baxır, burada niyə görə 2 dənə çəkdim? Bu high availability-yə görə 2 dənə çəkmişəm, amma bir dənə də olsa da olar, amma məsləhət görülür ki, 2 dənə olsun, biri çöksə, digəri işləsin. Bu da götürür, tutalım ki, bu da götürür, yönləndirir. Neynir? Ya bu worker noda, ya bu worker noda, ya da bu worker noda. Yəni bir növ load balancer rolunu oynayır. Xarici load balancer tipi budur yoldaşlar. Burada da yazmışam. Yəni clusterdən kənarda, yəni ayrıca ya virtual maşın ola bilər, hardware appliance səviyyəsində və yaxud da ki, bulut providerların idarə etdiyi load balancer xidmətidir. Məsəl üçün cloud misal olaraq AWS ELB, sonra F5-i, Haproxy VM, bayaq dedim, HProxy və s. misal göstərmək olar. Xarici internetdən gələn trafiki klasterə daxil edən giriş nöqtəsidir. Buna servis tipi olaraq load balancer ilə provision olunur. Cloud Controller Manager tərəfindən cloud üçün, təbii ki, clouddan gedir söhbət. Cloud Controller Manager tərəfindən yaradılır və əlavə infrastruktur və xərc tələb edilir. Çünki əlavə sən 2 dənə virtual maşın istifadə edirsən və bu virtual maşınların da təbii ki, CPU-su, memorisi, disk həcmi olur və bu da əlavə xərc mənasına gəlir. Başqa qaldı mı? Məncə başqa qalmadı. Burada da qrafikini izah eləmişəm, bayaq çəkdiyimi. Deməli, indi keçək dərsimizə yoldaşlar. Yəni olaraq mən sizə göstərim. Deməli, ilk öncə podu dediyi nədir? Kubernetes-də komandalar kubectl komandası ilə idarə olunur. Məndə burada Node 1, Node 2 və Node 3 var. Biz burada ümumiyyətlə kubectl get nodes yazsaq yoldaşlar. Biz burada Kubernetes clusterdə olan deməli nodları görürük. Bax görürsüz Node 1 control plane yazılıb. Əvvəllər isə burada necə idi? Control plane'dən sonra bir vergül var idi və vergüldən sonra master yazılırdı. Xüsusi olaraq master olduğu göstərir. Amma indi isə master slave söhbətlərindən sonra artıq master yazılmış, sadəcə control plane yazılır. Yəni görsəz ki, control plane hansı noddadır, bilin ki, o master noddur. Node 2 və Node 3 isə bizim worker nodlarımızdır. Yəni applicationlarımızın qalxacağı podlarımız məhz bu Node 2 və Node 3-də qalxır. Bu arada onu da demədim yoldaşlar. Onu da deyim. Yaddan çıxmamış. Kubernetes cluster'da bu kubeAPI server olsun, etcd olsun, kubescheduler olsun, cloud controller manager olsun, ümumiyyətlə kubelet olsun, kubeproxy olsun. Hər şey Kubernetes-ə poddur. Yəni etcd özü də poddur, kubeAPI server özü də poddur, kube controller manager, kubescheduler. Bunlar hamısı poddur. Və podlara baxmaq üçün də kubectl
get pods komandasından istifadə olunur və görürük ki, hələ bizim heç bir podumuz yoxdur, çünki heç bir pod yaratmamışıq. Eyni zamanda biz kubectl get nodes -o void komandası ilə daha geniş baxa bilərik. Nəyə? Nodlarımıza. Burada görürük ki, deməli, Kubernetesin hansı versiyası istifadə olunub, internal IP-si görsənir nodlarımızın, sonra əməliyyat sisteminin OS versiyası görsənir, kernel versiyası görsənir və containerd hansı containerd versiyasından istifadə olunur, onları biz görə bilirik. İndi isə yoldaşlar, gəlin biz necə pod yarada bilirik, basic səviyyədə ona baxaq. Ümumiyyətlə pod olsun, nə bilim, replika seti olsun, deployment olsun, Kubernetesdə pod yaratmaq və digər şeylər yaratmaq üçün ya komanda şəklində kubectl komandasından istifadə edə bilərik, ya da manifest fayllarla biz həmin podları, deploymentləri, replika setləri və digər şeyləri yarada bilərik. Nəyə görə manifest fayllarla yaratmaq daha məsləhət görülür? Çünki təsəvvür eləyin, tutalım ki, indi biz bir neçə dənəsini yaradacağıq, amma tutalım productionda, iş mühitində sənin yüzlərlə bir podun ola bilər və bu podda hər bir podun da öz spesifik xüsusiyyətləri ola bilər. Yəni hər bir podda bir application qalxacaq və o applicationların sən hamısını yaratmaq üçün komandaları əzbərə bilə bilmərsən, heç cürə bunu yadda saxlaya bilmərsən. Ona görə manifest fayllar şəklində, yəni YAML fayllar şəklində biz onları yaradırıq. İlk öncə mən sizə komanda şəklində yaratmağı göstərim. Xatırlayırsınız, deməli, Docker run komandasından istifadə edirdiksə, burada da kubectl run, məsələn, yaradacağımız poda ad verək. Ad verək, məsələn, nə verək? O olsun mənim app olsun. Və yaxud da ki, ingiliscə yazaq, my app olsun. My app, sonra həmin bu poda ad verdik və hansı imagdən yaradacağıq, onu yazırıq. Məsələn, image bərabərdir nginx və salam, enter bassaq, həmin bizim podumuz yarandı. Və kubectl get pods yazsaq və podumuzun artıq yarandığını görə bilərik. Bir də var, yoldaşlar, deməli, manifest fayl şəklində necə yarada bilərik? İlk öncə kubectl bayaqki komandanı axırına, ümumiyyətlə bir dənə bir şey də deyim, ondan sonra bunu deyəcəm. Bax, biz bu komandanı icra edən zaman kubectl run my app image nginx. Bu özü bir, indi biz dry runsız işlətmişik, ona görə biz görmürük. Arxa fonda bir manifest faylını götürür, JSON-u çevirir, onu göndərir API serverə. API serverdə həmin o manifest fayllarda olan məlumatları əsasən, həmin məlumatları ötürür etcd-yə. etcd-də artıq həmin o yaradacağımız podun və yaxud da deployment'ın məlumatları orada olur. Ondan sonra deməli, kubescheduler baxır ki, daha doğrusu controller manager baxır ki, etcd-də artıq müəyyən məlumatları var, yeni bir pod yaradılmalıdır. O kubescheduler'a müraciət edir ki, yeni bir pod yaradılmalıdır. Bunu hansı podda yaratmaq lazımdır? Kubescheduler'da o baxır, deməli, hansı nodun resurslarına və yaxud dediyim faktorlara, node affinity olsun, taint tolerations olsun, node availability olsun, bu məsələlərə baxır və qərar verir ki, məsəl üçün atıram, node 2-də və yaxud node 3-də bu pod qalxmalıdır. O bu məlumatı verir controller menecerə, kubcontroller menecer də öz növbəsində əmr verir kubelete ki, bəs mən kubescheduler'dan məlumat aldım ki, bu nodda qalxmalıdır. Kubelet də öz növbəsində deməli container runtime'a əmr verir ki, get yeni bir pod yarad.
O da gedir, misal üçün Node 2-də və yaxud Node 3-də həmin podu yaradır. İndi isə deyəcəyim şey isə budur. Bax, bayaqki komandanı gəlin buraya yazaq. kubectl run. Gəlin başqasını verək. Olsun. App2 olsun. Yenə image bərabərdir nginx. Bu səfər belə bir komanda verir yoldaşlar. Try run bərabərdir client minus o YAML. Bu cür versək, bax o bizə dry run türk dilində kuru sıxı deyilir. Yəni belə deyim də, bu gedir həmin application-ı yaratmır. Sadəcə manifest faylını sənə göstərir ki, bax sənin yaradacağın deməli app2 adında podun, image nginx olan podun manifest faylı bax bu cür olmalıdır. Sonra sən də belə bir şey eləyə bilərsən. Bura yaza bilərsən. Olsun pod.yaml. Elə eləsən, görərsən ki, burada bir pod YAML yarandı. Təmizləyə səliqəli görsənsin. Pod YAML. Gəl bunun için biraz da səliqəyə salaq, artıq şeyləri silək. Məsələn, bunu silək, bunu silək, bunu silək, bunu silək. Bu bizə bəs edir. Deməli yoldaşlar, manifest fayllarda adətən bu 4 dənə termin olur. API version olur. Bu API version Kube API serverin versiyasıdır. Sonra gəlir kind. Kind odur ki, sən nə yaradacaqsan. Bu ola bilər pod olsun, ola bilər olsun, deployment olsun, replikasiyada olsun və digər şeylər olsun. Onun kind'ın növünü yazırsan. Sonra gəlir yoldaşlar metadata. Bu da önəmli bir hissələrdən biridir. Burada labels yazılır. Labels yazılır. Hətta burada yoldaşlar bunu da silə bilərik. Buna da ehtiyac yoxdur. Aha. Labels yazırsan ki, məsəl üçün deməli mənim deməli podumun adı app2-dir. Bax bu podun adını göstərir. Ondan sonra burada spesifikasiya hissəsində containers yazılır. Burada S odur ki, bu yəni birdən çox konteyner ola bilər. Container image nginx-dir və konteyner adı da app2-dir. İndi mən gəlsəm bunu save eləyim. İndi kubectl apply minus f və pod YAML yazsam, baxın, app2 adında bizim podumuz yarandı. kubectl get pods yazsam, görəcək ki, app2 adında da bizim podumuz yarandı. Sonra yoldaşlar, indi gəlin elə eləyək ki, bizim deməli podumuzda, bax burada ümumiyyətlə burada kubectl get pods yazanda buradakı məlumatlar bizə nə haqqında məlumat verir. İlk öncə podun adını göstərir. Burada read hissəsi var. Sağda olan yazılan rəqəmlər bizim podumuzun sayını göstərir. Solda olan rəqəmlər isə həmin podun ready olub, yəni ayaqda olub olmadığını göstərir. Status runningdir. Statusunu göstərir. Restart bu sıfırdır. Bu o deməkdir ki, hər hansısa bir səbəbdən bizim podumuz çökməyib və təzədən ayağa qalxmayıb. Age yaranma yaşını göstərir ki, 11 saniyədir. İndi təzədən yersəm artıq 72 saniyə göstərəcək. Bu birisi isə 6 dəqiqə 42 saniyədə artıq biz bu podu yaratmışıq. İndi yoldaşlar ekranı təmizləyim. Mən cat pod 2 yazsam, burada görə bilirik bunu. İndi gəlin belə bir şey eləyək. Vim pod 2-yə girirəm. İndi mən bunu buradan kopyalayıram, bu hissəni. Bu ikisini kopyaladım. Gəlin belə.
Bunun da adı, buna da image verək. Nə image verək? Olsun Redis olsun. Fərq məsəl üçün. App name'i də verək Redis olsun. İndi mən bunu save eləsəm. Okey. kubectl get pods eləyək. Görəcəyik ki, bu bizim mövcud podlarımızdır. İndi mən təzədən kubectl apply -f yazsam, apply -f yazsam və manifest faylının adını yazsam, nə deyir? App2 biz dəyişməmişik, gələ adını dəyişək. Onu mən unutdum yoldaşlar. Burada podun adını dəyişmək lazımdır. Başqa adda olsun. Olsun app3. Burada da dəyişək. Okey. Təzədən eyni komanda icra eləsə və app3 podumuz yarandı. İndi kubectl get pods yazsam, görəcəyik ki, app3 podumuz yarandı və burada görürsünüz artıq 2 dənə konteyner var. 2 konteyner var və 2 konteynerin ikisi də ready'dir. İkisi də ready'dir. İndi bəs biz bu podlara necə baxa bilərik? Ətraflı kubectl describe komandası var. Pod. Məsələn, gəl ilk öncə app2-yə baxaq. Burada məlumatlar görürük. Deməli, IP-sini görürük. Hansı imajdan yarandığını görürük. Konteyner ID-sini görürük. Xüsusi bir portu burada qeyd olunmayıb. Sonra baxın bu yoldaşlar. Events hissəsi pod yaranan zaman olan eventlərdir. Baxın, burada yazılıb ki, scheduled, yəni 3 dəqiqə 33 saniyə əvvəl, deməli kube-scheduler həmin deməli app2 podumuzu assign eləyib node 3-ə. Ondan sonra kubelet işə düşüb və Nginx imagini pull edib bitirəndən sonra konteyner yaradıb və konteyner yaradandan sonra həmin konteyneri işə salıb. Bayaq dediyim məsələlərdir. İndi gələyim ekranı təmizləyim. Təzədən bunu belə eləyək. İndi kubectl describe pod app3. Baxın, burada artıq 2 dənə podumuz olacaq. Baxın, 2 dənə podumuz var. App3 və deməli Redis. App3 daha doğrusu Nginx və Redis var. Image olaraq istifadə olunub. Ad olaraq da app3 və konteynerlər olaraq Redis adındadır. Hamısı ayrı-ayrılıqda yazılıb. Eyni şəkildə burada da həmin eventlər qeyd olunub. Həmçinin burada tokenin bu hər bir konteynerə verilən tokenin expire olunan vaxtını da göstərir. Sonra kubectl get pods yazaq yenə. Docker'da da olduğu kimi Kubernetes'də də biz podların içinə girə bilirik. Bunun üçün isə kubectl get, daha doğrusu kubectl exec -it. İlk öncə girək məsəl üçün app2-nin içinə. -bash yazsaq. Biz artıq həmin podun içindəyik və daha da cat etc OS release eləsəm görərəm ki, GNU Linux əməli sistemi istifadə olunur. Həmin bu podun içindəki olan konteynerdə. Çıxmaq üçün exit eləsəm, təzədən belə eləyək. İndi gəlin, biz burada gördük ki, bir dənə pod var da. İndi gəlin 2 dənə podu, 2 dənə daha doğrusu 2 dənə konteyner olan podun içinə girək. kubectl exec -it app3 yazsam, -bash. Baxın nə deyir. Default container app3 out of app3 Redis. Yəni deyir ki,
2 dənə konteyner var səndə podun içində. App3 adında bir konteyner və Redis adında bir konteyner var və default olaraq da App3 konteynerinə bu daxil olunur. Əgər sən heç bir əlavə bir komanda yazmamısansa, cat etc os release yazsam, görür ki, Debian GNU Linux istifadə olunur və buradan çıxsam, mən indi deyirəm ki, həmin bu podun içində gəlin bu səfər Redis olan konteynerin içinə girək. O zaman necə girəcəyik? O zaman gəlirik bura -c, yəni konteyner. Buraya yazıram Redis. Yazsam, baxın artıq Redis'in içində artıq birbaşa girdiyi yer fərqlidir. Datanın altına girir. Və burada da cat etc os Redis eləsəm, burada da görəcəm. Eyni əmələ sistemi istifadə olunur. Kubect'ye get pod eləsəm, burada görəcəm. İndi yoldaşlar, podları silməyi də göstərim mən sizə. Podları necə silirik? Məsələn, kubectl delete pod my app. Sildim. Baxsaq görəcək ki, silindi. Sonra app3 və eyni vaxtda birdən çox podu da silə bilirsən. App2 yazsam, ikisi də silindi. Hal-hazırda boşdur, heç nə yoxdur. Deməli yoldaşlar, pod bu qədər, yəni göstərdiyim. İndi replikaset məsələsini izah edeyim. Yoldaşlar, replikaset nədir? Replikaset odur ki, bir deməli, burada göstərim. O rəngini dəyişək. Hətta bunu belə eləyək. Qara eləyək. Okey. Baxın, belə bir şey eləyək yoldaşlar. Deməli, replikaset nədir? Baxın, bu təsəvvür edin ki, bir poddur. Və sən replikaset sayəsində deyə bilərsən ki, həmin bu podun içində neçə dənə deməli, daha doğrusu bu nodun içində bu noddur yoldaşlar, üzr istəyirəm, pod dedim. Bu nodun içində neçə dənə pod sayı olmağını sən müəyyən eləyə bilirsən replikaset sayəsində. Məsələn, deyə bilərsən ki, 2 dənə olsun. Ola bilsin, deyə bilərsən ki, 4 dənə olsun. Həmin o replikaset sayəsində sən bunu təyin edə bilirsən. Və replikaset bizə nə verir yoldaşlar? Replikaset bizə deməli scalability xüsusiyyətini və self-healing xüsusiyyətini bizə verir. Yəni, əgər biz replikaset konfigurasiya eləmişiksə Kubernetes clusterda və əgər məsələn replika yazmışıqsa, məsələn atıram 4-dür. Hal-hazırda tutalım ki, bu 2 konteyner 2 pod çöksə, replikaset sayəsində avtomatik olaraq müəyyən ediləcək ki, nodda bu 2 pod deməli çöküb və yeni 2 dənə pod yaratmaq lazım və yeni 2 dənə pod yaradacaq avtomatik olaraq. Hətta bu 2 pod deməyim, 4-ü belə çöksə, avtomatik olaraq 4-ü də yenidən yaradılmağa başlayacaq. Və bu replikaset də necə təyin olunur? Replikaset adətən label selektor vasitəsilə bu xüsusi olaraq konfigurasiya olunur. Bu nə deməkdir? Sizə izah edeyim. Bax, burada da yazmışam yoldaşlar. Görün. Çəkib də göstərdim. Baxın. Replikaset
müəyyən edilmiş sayda pod nüsxələrinin hər zaman işlək vəziyyətdə saxlanılmasını təmin edən kontrollerdir. Label selektor vasitəsilə hansı podların idarə edəcəyini müəyyənləşdirir. Self-healing prinsipi. Desire count, yəni istənilən, yəni 3 təyin olunubsa, replikasiya daim 3 podun işlək olmasını yoxlayır. Nodun çökməsi, podun silinməsi və ya səhv nəticəsində sayı azalarsa, replikasiya bunu dərhal aşkarlayır. Yeni pod yaradaraq sayı bərpa edir. Yəni hətta nod özü belə çöksə, tamam atıram. Bir nodda 2 dənə pod var. Yəni ikisi də eyni bir nodda şey olub. Normalda belə deyim də yoldaşlar. Replikasiya replikasiya özü paylayır, bölüşdürür. Ben burada göstəreyim. Bunu sileyim. Bir dəqiqə. Və belə bu A nodudur. Bu B nodudur. Bu da C nodudur. Belə də yazaq. Replikasiya misal üçün replika əgər 3 təyin olunubsa, podun birini burada yaradır, birini burada yaradır, birini burada yaradır. İndi sual oluna bilər ki, bu podlar hardan bilir ki, fərqli nodlarda olsa belə, hardan bilir ki, bunlar hamısı üçü də bu bir replikasiyada aiddir. Misal üçün qısaca RS yazıram. RS1. RS1 bərabərdir 3. Bu podlar hardan bilir ki, bu nodlarda olan podlar bu üçü də bir replikasiyada aiddir. Onu hardan bilir? Onu da label selektor vasitəsilə, yəni etiket deyək də, yəni üzərində olan bir label vasitəsilə bilinir ki, sən bu deməli replikasiyada aidsən. Tutalım, əgər bu pod çöksə, bu götürür yeni pod yaradır bu nodda. Əgər nod özü çöksə, gedir həmin podu, üçüncü podu ya burada yaradır, ya da burada yaradır. Fərq eləmir. Onun özü qərar verir resursa görə. İndi gəlin biz sizə bir an izah edeyim. Baxın burada. Burada mənim belə bir faylım var. Yaratmışdım əvvəlcədən. Baxın, replikasiya yoldaşlar. Bayaq göstərdim, kubectl, run, nə bilim, image budur, adı budur, sonra dry run bərabərdir client, minus o yamandan biz onu eləyə bilmirik. Ona görə bunu mən özüm girdim, manual yaratdım. İndi cat replikasiya eləsəm, görəcəm ki, yoldaşlar, bax burada nə görürük? Görürük ki, API version, bunu bilirsiniz, kaynında bilirsiniz ki, replikasiyadır. Bayaqçında pod idi. Burada metadata name, replikasiyada verdiğimiz addır, Nginx Ares. Replikasiyat yarananda podların adı həmin bu replikasiyatın adından sonra random bir hərflər olur, random ad verir. İndi onu göstərəcəm. Sonra specification hissəsi var. Burada template verir, yəni label verir. Ona label verir ki, sən frontend labelındasan. Bu isə bizim konteynerimizin, yəni bu burada olan label poda verilən labeldir. Poda verilən label ilə deməli selectorun labeli mütləq eyni olmalıdır. Əgər buna backend, buna frontend və ya da tam tərsinə, buna frontend, buna backend versən, o zaman o replikasiya işləməyəcək. Ona görə bu ikisi eyni olmalıdır ki, o bilsin həmin o podun labelına uyğun ki, bu replikasiyanın podu hansıdır və o hansı nodda qalxmalıdır. Və burada replikasiya, məsəl üçün, containers vermişəm, name'i adı, container adı Nginx-dir, image Nginx-dir, replika sayını 4 vermişəm, selector match labels, label vermişəm ki, frontenddir. İndi baxın yoldaşlar. kubectl get pods yazsam, get pod hələ ki heç yoxdur, çünki bayaq silmişdim. İndi kubectl, bu arada onu da göstərim yoldaşlar. Mən hal-hazırda buradayam. kubectl apply minus f
Ya faylın adını yaza bilərəm. Əgər mən olduğum direktoriyada mənim bu manifest faylından başqa manifest faylı yoxdursa, mən nöqtə də yazıb həmin manifest faylını işə sala bilərəm. Baxın indi kubectl get pods yazsam. Bu arada onu da deyim ki, göstərəcəm. Şəkildə yadıma düşdü. Yoldaşlar, heç vaxt deməli heç vaxt belə bir şey ola bilməz. Bunu səliqəli çəkim. Yadıma düşdükcə deyirəm. İstəmirəm ki, nəsə unuz olsun. Tamam yoldaşlar, baxın bu bir notdur. Bu da bir notdur. Bu da təsəvvür edin ki, bir poddur da. Bunu indi biraz eybəcər çəkdim. Bunun içində 2 dənə konteyner var. Bu bir konteyner, bu da bir konteyner. Bu belə bir şey heç vaxt ola bilməz. Çünki bu nodun belə deyim də, şəbəkəsi IP-si fərqlidir. Bu nodun şəbəkəsi IP-si fərqlidir. Və bir pod heç vaxt 2 və yaxud da daha çox nodun konteynerlərini özündə saxlaya bilməz. Yəni pod ya burada olmalıdır, ya da burada olmalıdır. Başa düşdünüz yoldaşlar? Bunu da deyim, bir altın çizərsiz məlumat kimi. Silək bunu. İndi davam eləyək. Biz replika setimizi yaratdıq. Baxın, 4 dənə. Bayaq dedimmi? Deməli, burada nə idi? Bizdə faylın adı cat replika set. Bax, burada dedimmi? Replika setin adının arxasına hərflər artırılır və həmin hərflər random bir hərflər olur və random bir ad verir. Bax, görürsünüz 4 dənə pod var. İndi mənim bir ekranı təmizləyim. kubectl get replika set yazsam. Burada görürsünüz pod 4 dənədir, amma replika set 1 dənədir. Burada görürsünüz desired 4-dür, current 4-dür, ready 4-dür. Amma pod sayı 4 dənədir. Çünki o vizorda replika sayını 4 vermişik. Və eyni şəkildə biz bunu qısaca get arrestə, yəni replika set olaraq yazsaq, yəni eyni şeyi verəcək. İndi gəlin yoldaşlar, bu podlardan birini və ya bir neçəsini silək. Sonra görək ki, avtomatik self-healing xüsusiyyətini görək. kubectl delete pod göstərmişdim. Tamam, gəlin biz silək biz bunu. nginx rs K7 bunu sildik. İndi kubectl get pods yazsam. Görürsünüz, bu indi yarandı. K7 artıq yoxdur burada. 4 saniyə əvvəl yarandı. Və kubectl get arrest eləsək və görürük ki, artıq ready-dir. Dərhal da qalxdı. Gəlin belə bir şey eləyək. İndi başqasını silək. Buradakılardan 27-ni təzə yanında silək, fərq eləmir. Sonra nginx rs S7-ni silək. Bu ikisini siləcəm. Dərhal da belə baxaq. Görürsünüz, ready 2-dir. Current 4-dür. Baxın, desired 4-dür, current 4-dür, amma ready deyil. Təzədən baxsa, artıq 4-dür, ready-dir. kubectl get pods yazsaq, görəcəyik ki, bu 2 pod 19 saniyə əvvəl təzə yaratdı, özü avtomatik yaratdı. Bu da bizim oldu replika setimiz. Replika set bizə deməli nəyi verdi? Scalability xüsusiyyətini verdi, self-healing xüsusiyyətini verdi. İndi bir dənə şey var yoldaşlar. Bir məsələ də var, deployment məsələsi. Deployment yoldaşlar, bax, normalda bax, pod çöksə, daha doğrusu bax, replika set əgər bax, necə başa salım sizə? Bax,
Tutalım ki sənin bir dənə replikasetin var. Və onun içində misal üçün 4 dənə podun var da o replikasetin içində. Əgər sənin bu replikaset işləyən nod çöksə, belə deyim də, ümumi bir qısaca bir rahat başa düşün deyəni deyim. Deployment podları manage eləyə bilmir, idarə eləyə bilmir. Onun üçünsə nə etdilər? Baxdılar, gördülər ki, əgər bir pod çöksə, o podun dərhal ayağa qalxması üçün. Və replikaset özü düzdür. Görürsüz, burada da ana göstərdim sizə. Replikaset sayəsində pod özü ayağa qalxır. Okay, bu düzdür. Amma deployment belə deyim də, nod özü getsə, daha doğrusu sən replikasetin əgər sən bir replikasetdə yeni bir replikasetdə nələr var idi? Fikrimi tam ifadə eləmək istəyirəm. Ona görə istəyirəm ki, rahat başa düşəsiniz. Bax, görürsüz replikasetdə nə var yoldaşlar? Görürsüz, bunun image Nginx-dir, düzdür? Və replikası 4-dür. Mən indi istəyə bilərəm ki, mənim təzə 4 dənə replika sayında başqa bir imicim yaransın, düzdür? Mən onda nə etməliyəm? Yeni bir təzə sıfırdan bir replikaset yaratmalıyam. Amma bu problemi aradan qaldırmaq üçün götürdülər deployment xüsusiyyətini atdılar. Matruşka kimidir də yoldaşlar. Gəlin belə çəkin, başa düşəsiniz. Bax, bu deploymentdir, yekə. Onun içində replikasetdir. Replikasetin içində poddur. Podun içində konteynerdir. D deployment, R replikaset, P pod, bu da konteyner. Deployment replikaseti idarə edir, replikaset podları idarə edir, podun da içində konteyner var. Yəni Kubernetes'i yaradanlar birinci replikaset yaratdılar, sonra gördülər ki, replikasetdə çatışmayan xüsusiyyətlər var. Bu xüsusiyyətlər də hansı xüsusiyyətlərdir? Rollback və update məsələsi var. Update məsələsi bayaq dediyim məsələdir. Yəni başqa bir image adında başqa bir və yaxud da ki labelda sən deploymentdə dəyişiklik edərək sən yeni bir replikaset, pod falan yarada bilirsən. Bax, burada da yazmışam. Baxın. Deployment replikasetlər üzərində qurulan daha yüksək səviyyəli deklarativ idarəetmə obyektidir. Tətbiqin hansı vəziyyətdə görmək istədiyinizi, yəni replika sayını, hansı image versiyasını təsvir edirsiniz həmin deploymentdə və deployment isə həmin vəziyyətə salmaq üçün lazım olan bütün addımları avtomatik özü yerinə yetirir. Və bu iki xüsusiyyət replikasetdə yoxdur. Rolling update və rollback. Rolling update odur ki, yeni versiyaya downtime olmadan keçid. Yəni köhnə podlar tədricən azaldılır, misal üçün. Bax, belə ümumi bir məntiqini sizə çəkim. Silək. Bu köhnə versiyadır, bu təzə versiyadır. Köhnə versiyada atıram 1, 2, 3, 4, 5, 6. 6 dənə pod var. Yeni versiya keçid üçün bunların hamısı birdən köçmür də tədricən. Məsələn, birinci bu 2 pod buradan silinir, burada yaradılır. Sonra baxılır ki, hə, okey, işləyir. Ondan sonra bu 2 nod, 2 pod buradan silinir, burada yaradılır. Və sonra mən axırda 100%
update, bunlar da silinir, artıq burada yaradılır. Bunun da iki növü var, canary və canary deployment var. Neysə, bunlar danışmayayım. İndi danışsam başınız qarışacaq. Sadəcə deploymentin bu rolling update xüsusiyyəti var. Yeni versiya downtime olmadan keçid. Bir də rollback versiyası var. Rollback-dəki odur ki, problem yaransa, əgər bu versiya keçid edən zaman tutalım ki, ilk öncə bu 2 dənəsini keçirdinizsə, yuxarıdakı düzdür, bu 2 dənəsi. 2 dənəsini keçəndə gördüm ki, işləmədi, problem yarandı. Avtomatik bu 2 dənəni buradan silinib, təzədən bura qaytara bilirsiniz. Sonra yazmışam deployment replicated pod. Okay. Deployment-i də mən sizə necə göstərim? Burada belə bir şey eləyə bilərik. Bir dəqiqə ilk öncə kubectl create deployment deployment-a ad verək. Olsun nə olsun Rashid. Image nə olsun? Image olsun Nginx ilə fərq yoxdur. Sonra replika sayını verirsən ki, replika olsun 3. Replika 3. Sonra dry run client -o YAML. Görürsünüz yoldaşlar. Bu bizim deployment faylımızdır. Biz belə eləyə bilərik. Olsun deployment. Bura istənilən adı verə bilərsən. Bu prosa manifest fayla uyğun adı olsun denə verirəm. YAML. Yaratdım. Cat deployment YAML. Hətta girək bura. Deployment YAML. Burada artıq şeylər silək. Bunu silə bilərik, bunu da silə bilərik. Bunu da silə bilərik. Başdan başlayaq. API version bilirsiniz, kind bilirsiniz. Metadata. Baxın, bu name Rashid verilib. Bu bizim deməli deploymentimizin adıdır. Replika sahib göstərir 3 dənə. Bu app bərabərdir Rashid var ya. Bu label'dır. Bu label'dır. Bu podun label'ıdır. Burada göstərilib. Yenə burada label verilib Rashid və image Nginx, name-i də ki Nginx. Və bunu save eləsək, indi bunu belə eləyək. kubectl. Baxın, apply, burada artıq apply -f elib nöqtə qoya bilmərəm. Çünki 2 dənə artıq YAML faylım var. Ona görə adım yazmalıyam. Replicated YAML. Daha doğrusu deployment YAML, özür istəyirəm. Artıq bizim deploymentimiz yaradıldı. kubectl get deployment yazsam və deploymentimiz görsənir. Baxın, 3 burada replikanın podun sayını göstərir və 3-ü də app'dır. Həmçinin kubectl get rs replicated yazsam, baxın, Rashid adında da artıq bizim replikasetimiz var. Axırına yazıldı artıq. Və eyni şəkildə kubectl get pods da yazsam, artıq görəcəm ki, burada mənim bu Rashid adında deployment faylı ilə yaratdığım 3 dənə artıq podumda yaranıb. Dediyim kimi, deployment replikaset idarə edir, replikaset podu idarə edir, podun içində konteyner var. Baxaq görə bizim demədiyimiz başqa nələrsə qaldı mı? Məncə qalmadı. Belə, ekranı bir dənə belə eləyək. Belə yoldaşlar, bugünkü dərsimiz bu qədər. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.